Mədə kismə əməliyyatından sonra sizdə də halsızlıq yaranıb. Əməliyyatdan sonra halsızlığın yaranması normaldır. Bunun səbəbi insan arıqladıqda, piylərdən azad olduqda bədəndə gedən metabolizm dəyişikliyidir. Yəni, vitaminlərə ehtiyac artır, suya və proteinə ehtiyac artmış olur. Bu zaman siz əzələ zəifliyi, halsızlıq, baş gicəllənmə, yorğunluq hiss edə bilərsiniz. Əgər vitaminləri, mineralları düzgün qəbul edərsinizsə, su, mineral balansını, protein balansını qorumuş olarsınızsa, bu zaman halsızlıq azalacaq, əzəllər qüvvətlənəcək və arıqlama tempiniz daha yaxşı gedəcək. Və bu zaman dəri tonusu da artmış olacaq, elastikliyi artmış olacaq, arıqlayarkən bədən konturları, əzələ zəifliyi, dəri sallanması azalmış olacaq. Ona görə də dəyərli izləyicilər, halsızlıq yarandıqda dərhal həkimə müraciət etməli, mədə kismə edən cərrah bunları nəzər alaraq sizə qabaqlayıcı olaraq vitamin, mineral, protein yazmalı və bunları siz etməlisiniz. Sağ olun, sağlıqla qalın.